Bakı yenidən qlobal enerji dialoqunun paytaxtına çevrilir. Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan Bakı Enerji Həftəsi dünyanın müxtəlif ölkələrindən aparıcı şirkətləri, dövlət qurumlarını, investorları bir araya gətirir. Sərgidə dünyanın 46 ölkəsindən 276 şirkət iştirak edir. Şirkətlərin təxminən 60% xarici, 40% isə yerli müəssisələrdir. İştirakçı ölkələr sırasında Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Çin, Fransa, İtaliya, Türkiyə, Qazaxıstan, Səudiyyə Ərəbistanı və digər ölkələr yer alır. Şirkətimiz müxtəlif növ transmissiya və mexaniki avadanlıqlar üçün ehtiyat hissələri istehsal edir. Məhsullarımız arasında nasos hissələri, əyləc sistemləri, su əyləcləri, muftalar, sərbəst dönmə muftaları, silindirlər, silindir boruları və digər komponentlər var. Bizim əsas məhsullarımız sərnişin daşıma məqsədli müxtəlif növ dəmir yolu nəqliyyatı vasitələridir. Sizə qabaqcıl texnologiyaya malik məhsullarımızı təqdim etmək istərdim. Məsələn, bu bizim Canpəncə şəhərində tədarük etdiyimiz PRT nəqliyyat sistemidir. Bu, relsiz tramvaya bənzər bir nəqliyyat vasitəsidir. Bu isə şəhərlər arası istifadə üçün nəzərdə tutulmuş MI qatarıdır. Onun maksimal sürəti saatda 200 km çata bilir. Biz dünyanın ən böyük bərpa olunan enerji şirkətlərindən biri hesab olunuruq. Azərbaycanda fəaliyyətə uzun müddət əvvəl başlamışıq. Ölkədə ilk kommunal miqyaslı günəş elektrik stansiyası layihəsinin 230 meqavat gücündə olan günəş enerjisi layihəsinin tikintisinə başlamışıq. Azərbaycanda ümumi gücü 1 giqavatdan artıq olan bir sıra günəş və külək enerjisi layihələri üzərində işləyirik. Ölkədə həyata keçirdiyimiz bütün layihələrin ümumi investisiya dəyəri 1 milyard dolları ötür. Bir qədər sonra forumun rəsmi açılış mərasimi gerçəkləşəcək. Bu həm də Azəri Çıraq Günəşli Yataqlar blokundan ilk sərbəst qaz hasilatına başlanması mərasimidir. Prezident İlham Əliyev tədbir məkanına təşrif buyurur. Mərasimdə dövlət başçısının çıxışı nəzərdə tutulur. Eyni zamanda Amerika Birləşmiş Ştatları prezidenti və Türkiyə prezidentinin müraciəti təqdim olunacaq. Prezident İlham Əliyevin forumun açılış mərasimində şəxsən iştirakı, eləcə də Amerika Birləşmiş Ştatları və Türkiyə prezidentlərinin foruma müraciət ünvanlaması bu tədbirin əhəmiyyətini və statusunu vurğulayır həm də. Enerji təhlükəsizliyi.
Biz hamımız ondan danışırıq. Xüsusilə indi yaxın şərqdəki böhran bir çox ölkələrin istehsalçı və istehlakçıların enerji təhlükəsizliyinə ciddi zərbə vurduğu vaxtda. Biz bunun üzərində uzun illər çalışmışıq. Biz böyük sərmayələr yatırmışıq və Xəzər dənizini Aralıq dənizi ilə ilk dəfə birləşdirən Bakı, Tbilisi, Ceyhan, Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı, Sufsa neft kəmərləri kimi iri miqyaslı infrastruktur layihələrinə başlamışıq. Cənubi Qafqaz qaz kəməri ilə günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub qaz dəhlizini təşkil edən TANAP və TAP, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri 3500 kilometr uzunluğunda birləşmiş boru xətti sistemindən ibarətdir. Prezident İlham Əliyev mərasimdən sonra fəxri qonaqlar kitabını da imzalayacaq. Beləliklə, düymələrin sıxılması ilə Azəri Çıraq Günəşli yatağından ilk sərbəst qaz hasilatına başlanıldı. Rəsmi açılış mərasimi sona çatdı. Prezident İlham Əliyev xatirə kitabını imzaladıqdan sonra sərgi ilə tanışlıq başlayacaq. Enerji sahəsində Azərbaycanın ən uzun müddətli partnyorlarından biri BP-nin pavilyonunda Azərbaycan prezidentinə məlumatlar təqdim olunur. Qonaqlar arasında məşhur Türkiyəli futbolçu Məsud Özil də var. Sizin şəxsi marağınızı bu sahəyə ifadə edir, yoxsa sizi dəvətlisiniz? Sayın Enerji Bakanımızla geldik. Bizleri davet etti. Ben de ilk defa katılıyorum. Çok güzel konuşmalar oldu, anlaşmalar oldu. Tabii çok mutlu olduk ve gurur verici bir şey. Burada olduğum için de ayrıca çok mutluyum. Rica ederim. Sağ olun. Cənab Prezidentə burada nə təqdim etdiniz? Biz Abşeron yatağının tam işlənilməsi layihəsini təqdim etdik. Bu Abşeron yatağının işlənilməsinin yeni fazasıdır, hansı ki bu ilin sonuna kimi investisiya yaratmağı planlaşdırırıq. Bərpa olunan enerji sektorunda Azərbaycanın daha bir tərəfdaşı Səudiyyə Ərəbistanının Aqua Power şirkətinin pavilyonunda Azərbaycan prezidentinə məlumatlar təqdim olunur. Hello. Hi. Welcome to Azərbaycan. Salam, Azərbaycana xoş gəlmisiniz.
Prezidentə nələr təqdim etdiniz? Prezidentə təqdimatımızda dedik ki, Aqua dünyada ən böyük su duzsuzlaşdırıcı şirkətidir və bu yaxınlarda biz 300 min kubmetr su layihəsinə başlamışıq. Bu layihə Sumqayıtda tikilir. Biz bu layihə haqqında danışdıq və cənab prezident bizim layihənin icra üsulunu yüksək qiymətləndirdi. Eyni regionda daha bir layihənin inşasına ümid edirik. Məqsədimiz Sumqayıtda ölkəyə, xalqınıza, yerli iqtisadiyyata və yerli istedadlara və gənclərə dəstək olmaqdır. Sonra biz Xızı Abşeron 240 meqavatlıq külək elektrik stansiyası layihəsi haqqında danışdıq. Bu Azərbaycanda ən böyük birbaşa xarici investisiya layihəsidir. Azərbaycanın enerji sahəsində uğur hekayələri var. Əsrin müqaviləsi ilə başlanan bu yol Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Azərbaycan neftini dünya bazarlarına çıxardı. Bu yolun başlanğıcında Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və İlham Əliyevin ardıcıl səyləri dayanırdı. ...94-cü ildə bizim planlarımız çox geniş idi, böyük idi. Biz bilirdik bizim məqsədimiz nədir. Ancaq onu da bilirdik ki, bu məqsədə çatmaq üçün yolumuz hamar olmayacaq. Elə də oldu. Azərbaycan çox böyük sınaqlardan çıxdı, şərəflə çıxdı və bütün qarşıda duran vəzifələri uğurla həll etdi. İnvestisiyaların cəlb edilməsi, xarici şirkətlərlə uğurlu və qarşılıqlı maraqlar əsasında yaradılmış əlaqələr, hasilatın artırılması, Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi, neft kəmərlərinin tikintisi və bu kəmərlər vasitəsilə dünya və Avropa bazarlarına təbii ehtiyatlarının nəql edilməsi layihələri bugünkü Azərbaycanın reallıqlarını böyük dərəcədə təmin edir. Ancaq Azərbaycanın enerji sahəsindəki uğurları yalnız neft sektoru ilə məhdudlaşmadı. 3500 kilometrlik Cənub qaz dəhlizi, Trans-Adriatik boru kəməri bugün 16 ölkənin enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verir. Avropa İttifaqının 10 ölkəsi Azərbaycan qazını əldə edir. Eyni zamanda boru xəttinin əhatə coğrafiyasına görə Azərbaycan dünyada birinci yerdədir. Və nəhayət bərpa olunan enerji sahəsi. Bu sahədə həyata keçirilən layihələr, nəzərdə tutulan planlar Azərbaycanın enerji sahəsindəki uğur hekayəsinin, uğur yolunun davamıdır. Və reallaşdırılan layihələr yalnız daxili tələbatın ödənilməsini nəzərdə tutmur, həm də ixrac imkanlarının genişlənməsi ilə müşahidə olunacaq. Qaradənizin dibindən keçməklə Avropaya doğru uzanacaq yeni yaşıl dəhliz, yeni əməkdaşlıq imkanları vəd edir.
Mərkəzi Bankın yeni inzibati binasının istifadəyə verilməsi də bu həftənin hadisələrindən idi. 35 yerüstü və 2 yeraltı mərtəbədən ibarət binada ümumilikdə 1300 nəfərlik iş sahəsi və müxtəlif təyinatlı otaq və zallar mövcuddur. Binanın foyesində müxtəlif pul sikkələri və nümunələri nümayiş etdirilir. O cümlədən Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə pul nişanları. Azərbaycan ordusunun tarixi zəfərinə və işğaldan azad edilmiş şəhər və rayonlarımıza həsr olunan xatirə pul nişanları, həmçinin müxtəlif tarixi hadisələr, əlamətdar hadisələrlə bağlı Mərkəzi Bank tərəfindən hazırlanmış, çap olunmuş sikkələr və müstəqillik dövründə Azərbaycan dövlətinin Mərkəzi Bankı tərəfindən çap olunmuş pul, manat nümunələri. Bankın yuxarı mərtəbələrindən şəhərə əla mənzərə açılır. Əməkdaşlar dadını çıxara bilərlər. Bugün Mərkəzi Bankın yeni inzibati binasının açılışı oldu və mən bu tədbirdə iştirak elədim. Tədbirdə Cənab Prezident mənə müraciət elədi ki, 1998-ci ildə də siz açılışda iştirak eləmişsiniz. Mərkəzi Bankın Rəşid Beybutovda yerləşən binasında və bu mənə çox xoş oldu ki, yadında qalıb belə bir şeyi xatırlatması. Həm də ki, mən özüm qürur hissi ilə qeyd eləmək istəyirəm ki, 98-ci ildə də açılışda Mərkəzi Bankın binasında ümumilli liderimizi qarşılamağa mənə nəsib oldu və bugün də Cənab Prezidenti Mərkəzi Bankın binasının açılışında qarşılamağa mənə qismət oldu. Müasir şəhərsalma prinsiplərinə uyğun inşa edilmiş bina yüksək funksionallığa və qabaqcıl texnoloji göstəricilərə malikdir.